Onlar 20 yanvar gecəsi həyəcanlı anlar yaşadı. Yaralıların dadına yetmək, görmədikləri qədər insan faciəsi ilə üzləşmək, ağlaşma haray səsləri içərisində təmkinli olub, vəzifə öhdəliyini yerinə yetirmək onların üzərinə düşürdü. Qanlı yanvar hadisələrində tibb işçilərinin yaşadıklarını növbəti reportajımızdan biləcəyik. Bizə də hücum edirdilər, bizim maşını getməyə heç cürə imkan vermirdilər. 36 il öncə, tarixin bu günü qanlı qış gecəsində doğan o azadlıq günəşinin carçılarından bir neçəsi də faciə günü iş başında olan tibb işçiləri idi. Ağlaşma səsləri, qışqırdıq səsləri, hamı öz doğmalarını, əzizlərini, evlatlarını axtarırdılar. Həmin qətliamda azadlığımız, müstəqilliyimiz uğrunda canla, güllə yaxşına sipər edənlərə köməyə tələsirdilər. Ancaq özləri də o müqəddəs yerə, şəhidlik zirvəsinə uzaldılar. 20 yanvar faciəsində həlak olanlardan 6 nəfəri tibb işçisi olub. Həmin gecə bizim bir həkimimiz şəhid oldu. Lalayeva Tamilla xanım çağırışa gedərkən maşından yerə düşməyi tələb etdilər. Sənədləri yoxladıkdan sonra onlara əmr verildi. Maşına oturun. Maşına oturan kimi arxadan həmin maşın güllə ilə vuruldu. Sovet ordusunun dinc əlyalı Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli qətliamın iştirakçılarına çevrilən tibb işçiləri 20 yanvar cinayətlərini belə xatırlayır. Xəstəni təxliyə edib qayıdan zaman bizə yol vermədilər. Gələndə orada hərbiçilər bizim qabağımızı kəsdi, bizə heç cürə imkan vermədilər gəlməyə. Qara yanvarın şahidlərindən olan Laçın Əliyeva deyir ki, azğınlaşmış Sovet əsgərləri 20 yanvar gecəsində təkcə azadlıq uğrunda mübarizəyə qalxanları deyil, həm də yaşayış binalarına atəş açırdılar. İş yerində qaldıq, heç cürə çıxmağa imkan yox idi. İşçiləri işə buraxmırdılar gəlməyə, biz burada qaldıq və həmin vaxtlarda biz yaralılara köməklik göstərdik. İllər ötür, zaman dəyişir. Ancaq dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycan xalqı üçün dəyişilməz bir şey var. Tariximizin ən dəhşətli, unudulmaz səhifələrindən biri olan azadlığımıza, müstəqilliyimizi borcu olduğumuz qanlı yanvar faciəsinin qurbanlarını heç zaman unutmamaq. Hər il yanvar ayının 19-u gələndə həmin həyəcanlı günlər yenə də yadımıza düşür, yenə də həmin həyəcanlı vəziyyəti yaşayırıq. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.